Salam uşaqlar. Bugün ibtidai siniflər şagirdlərinin ən çox qarışdırdıqları mərtəbələr və siniflər haqqında danışacağıq. Mərtəbələr nədir, siniflər nədir? Baxın uşaqlar, hər hansı bir ədəd yazdıqda onu mərtəbələrə ayırırıq. Məsələn, mərtəbələrdə yerləşir təkliklər, onluqlar mərtəbəsi, yüzlüklər mərtəbəsi, minliklər mərtəbəsi, 10 minliklər mərtəbəsi, 100 minliklər mərtəbəsi, milyonluqlar mərtəbəsi, 10 milyonluqlar, 100 milyonluqlar, milyardlıqlar, 10 milyardlıqlar və 100 milyardlıqlar. İbtidai sinif səviyyəsində bu 100 milyardlıqlar mərtəbəsinə qədər tanımaq bizə kifayət edir. Uşaqlar, bu mərtəbələr 3-3 qruplaşaraq yaradır sinifləri. Siniflər necə yaranır? Mərtəbələr 3-3 qruplaşaraq yaradır sinifləri. Siniflərə daxildir təkliklər sinifi, minliklər sinifi, milyonluqlar və milyardlıqlar sinifi. Baxın uşaqlar. Müəllimlər bizdə izahda siniflər, mərtəbə və sinifləri izah edəndə deyirlər uşaqlar, siniflər 3-3 təşkil olunur. Nədir bu 3-3 təşkil olmaq? Baxın uşaqlar, bu 3-3 təşkil olunmaq budur. Təkliklər sinifini təşkil edən mərtəbələr bax bunlardır. Təklik, onluq, yüzlük üçü bir yerdə təşkil edir təkliklər sinifi. Minlik, 10 minlik, 100 minlik mərtəbəsi üçü bir yerdə təşkil edir minliklər sinifini. Milyonluq, 10 milyonluq, 100 milyonluq mərtəbələri üçü bir yerdə təşkil edir milyonluqlar sinifini. Milyardlıq, 10 milyardlıq, 100 milyardlıq mərtəbələri üçü bir yerdə təşkil edir milyardlıqlar sinifini. Bu qədər uşaqlar. Sadə, diqqətli olsanız artıq bu mərtəbələr və siniflər mövzusunu qarışdırmayacaqsınız.